Bu mənzildə tək qonaq otağının mebellərinin qiyməti 30.000 manat təşkil edir. Ümumi sahəsi 166 kvadrat metr olan mənzilin elə başlayaq kvadrat formasında qonaq otağından. Bahalı təmir, bahalı mebellər. Gördüyünüz bütün mebellərdə hamısı brend markalara aiddir. Kazamiyanın lüstrləri, görün necə gözəl, xüsusi dizayner tərəfindən dizayn edilmiş mənzildir. Dekorasiyaların gözəlliyi, skvazno yelçəkən layihəli mənzilimizin elə davam edək. Geniş hol hissəsində 2 kreslo qoyulub, giriş qapısının yanında tavana qədər yığılmış dolab və davam edək. Maraqlı rəng seçimlərindən istifadə olunmuş, geniş mətbəx hissəsi, 4 nəfərlik yemək masası, gördüyünüz mebel dəstləri hamısı Həsənoğlu'nun Boş firmasına aid bütün texniki avadanlıqlarla da təmin olunmuşdur. Çox geniş sahəyə malik olan birinci əsas yataq otağı. Bu yataq otağında da mebellərin qiyməti 10.000 manat təşkil edir. Maraqlı dekorasiyalar, rəng seçimləri həqiqətən də mükəmməldir. Mən bu mənzili çox bəyəndim. Həm dəniz istiqamətinə baxır, həm həyətə. Və bu hissədə sürgülü qapılarla ayrılmış geniş qardirob otağı və bu hissədə maraqlı dekorasiya, düzgü qoyulub, standartdan yüksək qapılar və yataq otağının daxilində gözəl hamam və sanitar qovşağı. Növbəti ikinci maraqlı yataq otağı. Gördüyünüz kimi sahələri həqiqətən də çox yaxşıdır. Vitraj pəncərələrlə əhatə olunmuşdur. Premiumda kompleksdə yerləşir. Döşəmə hissəsində isə parketdən istifadə olunmuşdur. Termoqranit olan yerlər isə isti döşəmə. Ümumi olan hamam və sanitar qovşağı. Dəyərli izləyicilərimiz, bu gözəl mənzili sizlərlə yaxından tanış etdim. Premiumda kompleksdə yerləşir, qiyməti və digər məlumatları qeyd edəcəm. Maraqlanan şəxslər buyurub mənimlə əlaqə saxlaya bilər.